İki cür bizim həyatımız var. Biz bəylərin, kişilərin, xanımlarla söhbət, ailəli kişilərdən söhbət gedir. Bir, mən işləyirəm, çalışıram, bacardığım qədər çalışıram, tənbəl deyiləm, məsuliyyətliyəm, bu yumşaq bacarıqlara riayət eləyirəm, bütün cəhdlərimi göstərirəm və müəyyən qədər pul qazanıram, müəyyən məbləğdə pul qazanıram və həyat yoldaşımla münasibətdə bu yumşaq bacarıqlara riayət eləyirəm. Necə? Misal üçün, Dale Carnegie deyir ki, adı ilə müraciət edin insanlara, adı ilə. Çünki insanlar adını sevir. Həyat yoldaşımdan hörmətlə yanaşıram, onu incitmirəm, onu narahat eləmirəm, onun üstünə qışqırmıram, onu təhqir eləmirəm və. Bu bir modeldir. İkinci model. Mən çalışıram, vuruşuram, pul qazanıram, amma o ikinciləri yoxdur. Həyat yoldaşımı saymıram, ona dəyər vermirəm, xanımımı yəni. Ona dəyər vermirəm, onu incidirəm, yerli yersiz, hər gün dığ-dığ evdə deyinirəm. Bu iki model. Bunlardan hansı yaxşıdır? Birinci yaxşıdır da. İndi mən birincisini eləyirəm, yenə də həyat yoldaşım razı qalmır məndən. Birincisini eləyirəm, yəni çalışıram, pul qazanıram. O biri tərəfdən yumşaq bacarıqlara da riayət eləyirəm. Yenə də xanımım məndən razı qalmır. Deyir, sən zəifsən, mən səndən razı deyiləm, sən mənim filan ehtiyaclarımı ödəmirsən, misal üçün. Onda məndən geçdim məsələ, mənlik deyil. Kişilik deyilir. Yox, əlbəttə. Orada artıq xanımın məsuliyyətidir. Mən düşünürəm, dəyərli xanım, biraz insafın olsun da. Ümumiyyətlə, ailə fədakarlıq məkanıdır. Ailə fədakarlıq məkanıdır. Heç kim deməsin ki, hüquqi mexanizmlərlə biz ailəni nizamlayacağıq. Hüquqla ailə nizamlanır. Hüquqla ailə nizamlanmır, əzizim. Ailədə mehribanlıq olmalıdır, fədakarlıq olmalıdır, səmimiyyət olmalıdır. Sevgini demirəm heç. Sevgi deyəndə Leyli Məcnun sevgisi nəzərdə tutulur. Yox. O Leyli Məcnun sevgisi 5-6 aydan sonra aradan qalxır. Amma yerdə hər iki bəyin və xanımın şəxsiyyəti gəlir. Bəh, nə gözəldir, ilahi. Şəxsiyyət, onların uzun müddət qazandıqları şəxsiyyət. Şəxsiyyət də bir günə qazanılmır. Uzun müddətə qazanılır, uzun müddətə.